xeyir. Bugün sizə fonetikada şagirdlərin ən çox çətinlik çəkdiyi cingiltili samitlərin yazılışı və tələffüzü barədə danışacağım. Deməli, sonu b, d, g və c samitlərlə bitən sözlər var ki, onlar öz kar qarşılıqları, yəni b-nın kar qarşılığı p, b-nın kar qarşılığı, d-nın kar qarşılığı t, g-nın kar qarşılığı k, c-nın kar qarşılığı ç ilə tələffüz edilir. Lakin bu hansı hallarda özünü göstərir? Əgər hər hansı bir söz ayrılıqda tələffüz edilirsə, o mütləq kar qarşılığı kimi olacaq. Məsələn, götürək bulut sözünü. Bulut sözü deməli bulut d şəklində tələffüz edilir. Amma məsələn onu ayrılıqda götürsək, bu söz kar qarşılığı, yəni d-nın kar qarşılığı t ilə əvəz ediləcək. Və yaxud kitab sözünü götürək. Kitabdırsa b-nın kar qarşılığı p ilə olacaq. Ancaq deməli sözün sonu b, d, g, c samitlərlə bitərsə və özündən sonra saitlə başlanan şəkilçi gələrsə, deməli həmin söz cingiltili olaraq qalacaq. Məsələn, götürək kitab sözünü. Kitabda yazsam, b-dan sonra cingiltili samit gəldiyi üçün söz b olduğu kimi yerində qalacaq. Kitabda şəklində tələffüz ediləcək. Yox, əgər deməli sözün sonu b, d, g, c samitlərlə bitərsə, özündən sonra deməli cingiltili samit deyil, kar samit gələrsə, o zaman nə baş verəcək? Artıq deməli həmin söz, həmin b, d, g, c samitləri karlaşacaq. Məsələn deyirəm kitab vermək. Bax, b-dan sonra cingiltili samit gəldiyi üçün bu necə var, elə qalacaq. Kitab sözü necə var, elə qalacaq. Ancaq kitab şəklində olacaq b olduğu kimi. Ancaq desək ki, məsələn bir söz götürək. Kitab məsələn kitab satdı məsələn götürək. Kitab satdı. Baxın, burada kitab sözündən sonra s kar samit gəldiyi üçün b kar qarşılığı olan p kimi tələffüz olacaq. Kitab satdı. Əgər sözün sonu b, d, g, c samitlərlə bitərsə, deməli o öz kar qarşılığı olan p, t, k, ç samitlərlə əvəz oluna bilər. Nə zaman?